Balaca bir kənddə bir ailə yaşayırdı. Ata, ana, oğul. Oğul çox tüfeyli həyat sürürdü. Ananın göz yaşlarına əhəmiyyət vermir, atanın isə nəsihətlərini dinləmirdi. Əlbəttə ki, bu tüfeyli həyat onun yolunu həbsxanaya salır. Həbsxanada onu düşünməyə vaxtı çox olur. Və anlayır ki, ata-anasına nə qədər əzablar verib. Və qərara gəlir ki, bir məktub yazsın. Məktubda yazılır: Əziz atam, anam, mən bilirəm ki, sizi çox incitmişəm. Siz layiq olmadığınız halda mən sizə zülmlər vermişəm. Mən bu yaxınlarda azadlığa çıxacağam və qatarla bizim kəndin qarşısından keçib gedəcəm. Əgər həyətimizdə olan ağacların birində mən bir ağ lent görsəm, anlayacağam ki, siz məni bağışlamısınız. Əgər yox görməsəm, hər şey başa düşüb yoluma davam edib çıxıb gedəcəm. Vaxt gəlir, oğul azadlığa qovuşur. Həyəcanla qatara daxil olur və düşünür: Görəsən məni bağışladılarmı? Kəndlərinə çatmağına az qalmış, oğul pəncərədən boylanır baxır və görür ki, nəinki bir ağacda, bir neçə ağacda və bir neçə yerdə ağ lentlər asılıb. Oğul anlayır ki, ana-ata sevgisi qarşılıqsız və səbəbsiz sevən insanlardır. Ona görə əziz dostlar, ana-atalarımızın qədrini vaxtında bilək ki, vaxt gələr o ağ lentlər olmaya bilər.